Heç vaxt yeyə bilmərəm deyib qəşəng tut doşabı və kərə ilə milli mətbəximizdən xəşil elədim. Əsas məhsullardan biri əlbəttə ki undur. Un seçimim isə Agrodairy qrupunun tərkibində olan premium keyfiyyətli ATS mil unları oldu. Yüksək protein və gluten tərkibi sayəsində necə deyərlər, əsl xəşili tutdurdum. Süd və suyu qarışdırıb hazırlayıram. Süd seçimi Milladan oldu. Elə bu yaxınlarda Millanın təbii südünün əsas mənbələrindən olan Qəbələ süd istehsalı müəssisələrinin birində oldum. Təsəvvür eləyin, öz əllərimlə təbii süd sağdım. Altı qalın bir qazanda süd və suyu qaynadıb sarı kök əlavə edirəm. Biraz da duz səpirəm. Ələnmiş unu bir dəfəyə töküb dayanmadan qarışdırıram. Ta ki topalar açılana kimi. Sonra vamxodda dəmə qoyuram. Arada bir neçə dəfə də süd əlavə edirəm. Təxmini 1 saatdan sonra xəşil hazırdır. Bişib-bişmədiyini ətrindən hiss edəcəksiniz. Üzərinə bol kərə yağı və tut doşabı tökürəm. Rəzyanı səpməyi də unutmuram. Fikir versəniz milli mətbəximizdə unlu yağlı yeməklərimizdə rəzyana mütləqdir. Çünki həzmə kömək edir. Uşaqlıqdan anam qonşularımızla tez-tez eləsə də mən yemirdim. Bu dəfə mən də qonşularımla bölüşdüm. Etiraf eləyim ki, xəşil çox dadlı bir şeymiş. Heyf ki, indiyənə kimi yeməmişəm. Bəs sizin bölgədə bu yeməyə nə ad verirlər?